Salam, mənim balaca dostlarım. Bugün sizinlə çox əyləncəli və rəngarəng bir səyahətə çıxacağıq. Birlikdə ingilis dilində hissləri, yəni özümüzü necə hiss etdiyimizi deməyi öyrənəcəyik. Hazırsınızsa, onda macəramız başlasın. Yaxşı, gəlin elə ilk olaraq sizdən başlayaq. Bir anlıq düşünün, bugün özünüzü necə hiss edirsiniz? Birazdan bu sualı ingiliscədə soruşmağı öyrənəcəyik. Amma gəlin əvvəlcə bəzi hisslərin adları ilə tanış olaq. Və ilk sözümüz gəlir. Happy. Gəlin, mənimlə birlikdə ucadan təkrarlayın. Happy. Super. Bu, xoşbəxt deməkdir. Məsələn, dostlarımızla oynayanda, dondurma yeyəndə və ya bizə hədiyyə alanda biz happy oluruq. İndi isə başqa bir hissəyə baxaq. Bu sözümüz sad. Gəlin birlikdə tələffüz edək. Sad. Bəli, bu qəmgin deməkdir. Bəzən olur ki, oyuncağımız sınanda biraz kədərlənirik, elə deyilmi? Bax, o zaman özümüzü sad hiss edirik. Bəzən özümüzü biraz halsız hiss edəndə nə olur? O zaman biz sick oluruq. Mənimlə birlikdə təkrarlayın gəlin. Sick. Bu, xəstə deməkdir. Ümid edirəm heç vaxt sick olmasınız. İndi biraz daha enerjili bir sözə keçək. Mad. Gəlin birlikdə deyək. Mad. Bu, çox əsəbi olanda istifadə olunur. Amma bu sözü çox işlətməməyə çalışaq. Yaxşımı? Və mənim ən sevdiyim hisslərdən biri, excited. Gəlin bunu bütün enerjimizlə deyək. Excited. Ad gününüzə az qalanda və ya parka gedəcəyinizi biləndə necə səbirsizlənirsiniz? Bax, bu həyəcanlı, yəni excited olmaqdır. Bütün günü qaçıb oynayandan sonra axşam evə gələndə özümüzü necə hiss edirik? Əlbəttə ki, tired. Gəlin birlikdə sanki biraz yorulmuşuq kimi deyək. Tired. Bəli, bu yorğun deməkdir. İndi isə biraz fərqli bir hiss. Scared. Gəlin bunu biraz pıçıltı ilə deyək. Scared. Bəzən qaranlıq otağa girəndə və ya qəfil bir səs eşidəndə scared hiss edə bilərik. Və bugünkü sonuncu yeni sözümüz shy. Yavaşca deyək. Shy. Bəzən yeni bir yerə gedəndə və ya tanımadığımız biri bizə sual verəndə utancaq oluruq, yəni shy oluruq. Sizə böyük bir əhsən dostlar. Görün nə qədər yeni söz öyrəndik. Yaxşı. Sözləri öyrəndik, amma əsas odur ki, onlarını cümlə qura bilək. Elə deyilmi? İndi gəlin dostlarımızdan necə olduqlarını soruşmağı öyrənək. Bu, daha da maraqlı olacaq. Deməli, dostunuzdan soruşmaq istəyirsiniz ki, necəsən? İngiliscə belə deyəcəksiniz. How do you feel? Gəlin heca-heca yavaş-yavaş təkrarlayaq. Hazırsınız? How do you feel? Bir daha. How do you feel? Super. Bəs kimsə bizdən bu sualı soruşsa, necə cavab verərik? Çox asan. Məsələn, əgər yorğunsuqsa, deyirik, I feel tired. Gəlin birlikdə deyək. I feel tired. Möhtəşəm. Sual verməyin daha asan bir yolu da var, bilirsiniz. Məsələn, dostunuzun gülümsədiyini görürsünüz və soruşmaq istəyirsiniz ki, xoşbəxtsən? O zaman belə deyirsiniz. Are you happy? Mənimlə təkrarlayın. Are you happy? Bax, bu sualın cavabı lap asandır. Cəmi 2 variant var. Əgər xoşbəxtsinizsə, deyirsiniz. Yes, I am. Birlikdə. Yes, I am. Yox, əgər keyfiniz yoxdursa, cavabınız belədir. No, I'm not. Bunu da deyək. No, I'm not. Afərin. Yaxşı, indi sizə ingilis dilində ən məşhur sualı öyrədəcəm. Bunu cizgi filmlərində mütləq eşitmisiniz. How are you? Gəlin birlikdə deyək. How are you? Bu da necəsən deməkdir və adətən görüşəndə ilk bu sualı verirlər. Bu suala demək olar ki, həmişə eyni cavabı verirlər. Çox nəzakətli bir cavabdır. Deyirik ki, I am fine, thank you. Təkrarlayaq, I am fine, thank you. Yəni, yaxşıyam, təşəkkür edirəm. Thank you deməyi heç vaxt unutmayın. Biz cavabımızı verdik, bəs sonra? Sonra nəzakətlə biz də ondan soruşmalıyıq, elə deyilmi? Bunun üçün sadəcə belə deyirik. And you? Təkrarlayaq. And you? Bu, bəs sən deməkdir. Və çox güman ki, dostumuz da bizə belə cavab verəcək. I am fine too. Birlikdə I am fine too. Bu da o deməkdir ki, mən də yaxşıyam. Vəssalam. Bax beləcə qısa,
amma çox nəzakətli bir söhbət etdiniz. Və indi ən əyləncəli hissəyə gəldik. Kiçik bir oyun oynayacağıq. Mən sizə suallar verəcəm, siz də düzgün cavab verməyə çalışacaqsınız. Cavablarımız nə idi? Yes, I am və ya No, I am not. Hazırsınızmı? Onda başladıq. İlk sualım gəlir, diqqətli olun. Are you sad? Biraz düşünün. Məncə hamınız ucadan No, I am not dediniz. Əla. Yaxşı, növbəti sual. Are you tired? Bəlkə bu qədər dərsdən sonra biraz yorulmusunuz. Cavabınız nədir? Yes, I am, yoxsa No, I am not? Və sonuncu, ən həyəcanlı sualım. Are you excited? Bəs buna nə deyirsiniz? Mən çox həyəcanlıyam. Ümid edirəm ki, hamı bir ağızdan Yes, I am deyə qışqırdı. Aferin sizə uşaqlar. Bugün birlikdə nə qədər çox şey öyrəndik, gördünüz? Yaxşı. Bəs indi dərsin sonunda özünüzü necə hiss edirsiniz? Məncə hamınız happy olmalısınız. Çünki yeni şeylər öyrənmək insanı həmişə xoşbəxt edir. Növbəti dərslərdə görüşənədək dostlar. Hələlik.